Bir neçə gün öncə Kanal 21-də yayımlanan Xəzər rayonu Ramiz Qasımov adlı 216 nömrəli məktəbdə müəllimlərin əlbəyaxlı olması ilə bağlı video sosial mediada geniş rezonans doğurub. Sözü gedən hadisə ilə bağlı videonu çəkən müəllimə Sədaqət Babayeva Kanal 21-ə müraciət edərək hadisə günü baş verənləri açıqlayıb. Onun iddiasına görə video çəkilməzdən öncə qarşı tərəf olan Əfsanə adlı müəllimə dəfələrlə Sədaqət Babayevanı təkfir edib ləyaqətini alçaldıb. Məlumata əsasən tərəflər arasında yaranan gərginlik sonradan nəzarətdən çıxaraq məktəbdə əlbəyaxlı mübahisəyə səbəb olub. Ətraflı Sədaqət Babayevanın öz dilindən dinləyək. Yox, əslində o göründüyü video əslində elə deyil. Onlar o autizm olan uşaqdan elə bir istifadə edədilər özlərinin müdaxilələrine görə. Bu hadisə ayın 4-ü, noyabrın 4-ü, yəni səhər mən işə gələndə Çinarə Cəbrayıl məktəbin direktoru məni otağına çağırdı. Mən elə bildim ki, mənim o gün yubileyim idi, elə bildim əslində bizdə hər dəfə onu təbrik edir yubileyarları. Getdim otağına, gördüm ki, Mavin, İlhamı Veysəlova, Mehriban Ramazanov həmkarlar komitəsi sədri və Çinarə Cəbrayılova oturub. Başladılar mənə ki, sən nədir, nə vaxtadan gəldiysən, mən sən buradan görmək istəmirəm, sən burada görmək istəmədim. Bir də ki, mən səni, sən anamın yaşına gəlmədiyinə görə, anama hörmətsizlik elədiyinə görə, mən səni buradan çıxartacağım. Çinarə Cəbrayıl mən dərsə girməyə imkan vermədi, yəni mən dərslərini keçə bilmədim və bir saat məni elə bir həssas çatdırdı ki, mən artıq ürək xəstəsiyəm əslində, mən elə bir həssas çatdırdı ki, mənim sağlığımda ürəyim geçir və məni onlar təcili yardım çağırıb ayında noyabrda məni Xəzər rayonunda Mərdəkanda 26 aylıq xəstəxanaya yerləşdirdilər. Orada mənə, yəni ki, təcili tibbi yardım ondan sonra mənə iynə vurandan sonra mən evimə getdim. 2 gündən sonra yenə ayın 6-sı səhər işə gəldim. Çinarə Cəbrayılova məni yenə otağına çağırdı və bildirdi ki, yəni məcbur otağıma gəlsin. Mən də etiraz elədim. 5 dəqiqədən sonra gəlmişdim, bizim müəllimlər otadan elektron jurnal var, bir jurnal yazmalıyıq. Çinarə Cəbrayılova yenə həmin adamlar daxil oldu və Çinarə Cəbrayılova otaqda olan müəllimləri çıxartdı, otaqdan çıxın bayra, yəni heç kim bura girməsin, qapını bağladılar. Başladılar yenə mənə təhqir eləməyə, götürürlər stolun üstündə sumkamı, bütün dəftər kitabımı atdılar yerə ki, mən hirsləndim, mən bunları əl qaldırım. Demək, Həmkarlar Komitəsinin sədri Mehriban Ramazanov oturmuşdu, buraqdan çəkirdi. Bu vaxtı həmin bu əfsanə, bu autizm olan xanım daxil oldu otağa. Daxil olanda otağa, yəni ondan bir gün qaba o intervyu verilmişdi, mən şəxsiyyətini təsvir eləmişdi. Mən əfsanə xanımla iradımı bildirdim. O vaxtda da Çinarə Cəbrayılova mənim telefonumu əlində saxlamışdı, vermirdilər telefonumu ki, mən 102-yə zəng edeyim. Yəni, bu da başladı qız həmin əfsanə mənə təhqir eləmək. Dedim, sən neynirsən burada? Götür uşağı, çıx, sən burada neynirsən? Sənin dərs vaxtın deyil. Sonra ki, autizm olan uşaqdır da. Sən bunu ilə niyə gəlmirsən bura girmişə uşağı? Uşaq burada direktor mini oyun çıxartır, qışqırır. Və mən gördüm ki, bunlar yenidən qışqırırlar, üstümə gəlir. Çinarə Cəbrayılova mənim yaxamdan tutur, yəni hərisi bir cür mənə kobud rəftar edirdi ki, mən birinə əl qaldırım da. Əl qaldırım, bu vaxtı telefonumu götürdüm Çinarə Cəbrayılovanın əlindən, direktorun əlindən və bu qız üstümə gələndə artıq başladı sözlərini dəyişməyə, başladı ki, mən nə eləməliyəm, uşağıma hara qoymalıyım. Bu uşaq 3 ildir, 6 ildən məktəbimizdədir, mən hələ bugünkü günəcəm və ona qarşı pis rəftarım olmur, yəni uşağa heç bir rəftarım, yəni ki, mən buradan demək istəyirəm ki, sən əvvəla anasan, autizm olan uşağı olan ana heç və uşağını elə problemli yerlərə gətirmir. Bunların da başında hamıda Çinarə Cəbrayılova dayanır. Çinarə Cəbrayılova
10 nəfər müəllimi yığıb başına, bu əfsanə də həmin bu autizm olan uşağın da valideyni başda olmaqla hamını təzyiq göstərir. Əsas da mənim məktəbdən çıxartmaq istəyir. Kim mənimlə danışır, hamını dərsini əlindən alır, töhmət verir. Yəni Çinarə Cəbrayılova məqsədi özü deyən kimi mən sənin bu məktəbdən nə o yolla olur olsun, məktəbdən uzaqlaşdırmaqdır. Mən də həmin günə 7 dəfə 102-yə zəng eləmişəm və ekspertiz rəyi vermişəm və axırda məcbur olub görəndə ki 102-dən Xəzər rayon 1 saylı polis idarəsindən gələn alay polisi mənə qayıtdı ki, bu nə münasibətdir ki, mənə bura çağırırsınız boş-boş şeylərə görə. Və mən sonda Google-la məcbur olub 1 nömrə Xəzər Polis İdarəsi müavininin nömrəsini tapmışam. Oradan sonra mənə polis göndəriblər, protokollaşdırıblar. Çinarə Cəbrayılova mənə qayıdır ki, oradan duranda ki, get, sən mənə heç nə eləyə bilməyəcəksən, mənim arxamda böyük adamlar dayanır. Yəni, autizm olan uşağı özlərinin xeyrinə əllərində alət elədilər. Mən dünən eşidirəm ki, güya ki, indi həm uğur günü elan edilib bir həftəlik məktəbdə. Halbuki bu neçə 3 ildir bu uşaq məktəbdə, autizm olan uşaq məktəbdə oxuyur. Hələ bugünkü necə heç bir belə bir tədbirlər olunmamışdı. Uğurun da məktəbdə oxumağı, yəni mənə şəxsən, yəni mən də bir anayam, yəni mənim elə bir uşağa qarşı heç bir iradım ola bilməzdi. Sadəcə əfsanə anasının mənim ünvanıma və onun Çinarə Cəbrayılovanın 10 nəfər qrupunda olması və Çinarə Cəbrayılovanın deməli yəni özbaşınalıqlarının nəticəsində həmin videonu mən məcbur olub belə çəkdim ki, ən azından bir gün mən onu kiməsə sübut eləyərəm ki, baxın, yəni ki, baxın orada diqqətlə baxılsa görər ki, direktor yanından keçir, həmkarlar başda oturub və yəni ki, müavin də oradadır. Heç kim müdaxilə eləmir, heç kim də ayrılmır. Yəni bu Çinarə Cəbrayılovanın 8 ayda mənim başımı gətirmədiyi, yəni gətirdiyi bəlkə də axırıncı oyun idi. Mən ona görə bunu belə çəkdim. Autizm uşaqdan bugün istifadə edib öz xeyirlərini, öz mənfəətlərini, yəni özlərini müdafiə üçün eləyirlər və istər valideynləri, istər müəllimləri mənə yəni protiv qaldırırlar ki, tək yəni bunların müdafiəsinə qalxsın hamı və yəni məni işdən çıxartmağa nail olsun. Onu nəzərinizə çatdırım ki, o müsahibələrdə ən azından 2-3 müəllim iştirak edir, 2-3 valideyn iştirak edir. O məktəbində 1200 şagirdi var, 85 müəllimi var. Yəni 1200 uşağın da gör nə qədər valideyni var. Yəni bu hələ də mənim bu məktəbə yararsız olmağım demək deyil. Sədaqət Babayevanın iddiasına görə məktəbdə baş verən mübahisənin əsas səbəbi əfsanə adlı müəllimənin Down sindromlu övladının dərs prosesi zamanı digər müəllim və şagirdlərə maneə yaratması olub. Qeyd edək ki, baş verən hadisədən sonra Sədaqət Babayeva hazırda xəstəxanadadır. Sonda Kanal 21 olaraq onu da qeyd edək ki, səsləndirilən fikirlərlə bağlı heç bir məsuliyyət daşımırıq və qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq. Kanal olaraq ictimailəşdirmək bizim işimizdir, tədbir görmək və ümid isə aidiyyətli qurumlara və Allaha qalır.